Çox bələdiyyə, bugünkü Günəş bələdiyyə layihəmizi bilirsiniz ki, mədəfəqlərlə dəstək edilir, mali dəstəklə keçiririk. Bələdiyyələrə şəfalıq, maaş tasımla bağlı tədbirimiz. Tədbirə başlamamışdan qabaq, burada bələdiyyələrdən iş təqləm var mı? Var, biz hamısı bələdiyyə. Çünki bu, bilirsiniz ki, son dövrlər bələdiyyələrin birləşməsindən sonra bir müddət çox maraqlıdır ki, görülən işləri öz kanallarından başqa qeyri-qeyri təşkilatlar vasitəsilə də hansı işlər görülür, onun haqqında məlumat alsın, çətinliklər nədir, birləşmədən sonraki bələdiyyə hansı müsbət tərəfləri var. Yəni, bu məsələlərlə bağlı müzakirə edəcəyik, amma bundan əvvəl sizdən bir təqdimat almışım. Burada bələdiyyə üzvləri də var, mənim dediklərimin bələdiyyə onlar duyulur, amma burada iştirak edənlərin hər birindən istəyirəm təqdimatı yardım edək, ondan sonra müzakirəyə davam edək. Bələdiyyələr nədən öyrəşir? Burada qərarlar qəbul edilməsidir, əsas bələdiyyənin işlərindən qərarların qəbul edilməsi, büdcənin idarə edilməsi, yeni layihənin həyata keçirilməsi. Yəni, bu işləri əsasən bələdiyyələr bu işləri görür, yəni, bundan başqa hüquqi demokratik əsaslarıdır. Yəni, bildiyiniz kimi bələdiyyələr Azərbaycanda ciddi qurumlardan biridir, çünki güc seçki yolu ilə təşkil olunan qurumlardan biri də bələdiyyələr, yəni bildiyiniz kimi prezident seçkiləri olur, məclis seçkiləri olur, bu da bələdiyyələr seçkiləri olur. Yəni, bunlar da kifayət qədər ciddi bir demokratik məsələdir, əsas atıldıqlarından biridir, yəni seçki yoluna təmin yaradılması. Burada ikinci məsələ, əsas funksiyalar və rolu nədir? Sosial-iqtisadi inkişafa dəstək olmalıdır, yerli infrastrukturun təkmilləşdirilir, ahalinin rüvanını yüksəldir. Yəni, bu məsələdə əsas məsələ yerli problemlər həllində yaxından iştirak edilməkdir. Dövlət cəmiyyət köprü rolunu oynayır, dövlətin regional siyasətini və sosial proqramların reallaşdırılmasında rolu var. Yəni, əsasən bu istiqamətdə işləri görür. Müasir inkişafa şəffaflıq, gençlərin səlahiyyətlər, son illərdə hüquq və maliyyə imkanlarının geniş gücləndirilməsi, qarşılıqlı etimad, yerli səviyyədə şəffaflıq, hesabatlıq və dayanıqlı tərəqqi təmin edir. Yəni, bu məsələlərin hamısı bilirsiniz ki, bələdiyyələrin əsas funksiyalarına daxildir. Yəni, gördüyü işləri elə bir səviyyədə görməlidir ki, həm hesabatlıq baxımından ailə sıx işləməlidir, gördüyü işlərin hesabatını verməlidir. Həm də dövlətlə cəmiyyət arasında ciddi bir köprü olunur və bu da bələdiyyənin əsas cəmiyyətin nəzrini tutmalı, onun əlləşdirməsində də əsas səbəb nədir? Həm insan resursu, həm maliyyə resursunu birləşdirmək ki, yerli bələdiyyələr daha ciddi layihələr həyata keçirilsin. Bu məsələ buna görə çox qanunvericiliyi ilə bələdiyyə bir neçə bələdiyyələr birləşdirildi və bələdiyyələr birləşən təbii ki, o resurslarla birləşdi və o birləşən resurslardan daha səmərəli istifadə edib, böyük layihələrdən istirməyinə imkanlar yaradılmasına dəstək oldu. Gətirdiyi yenilikləri dediyim, yəni maddi, texniki insan resurslarının layihə mərkəzdə idarə olmasıdır. Peşəkar idarəetməli təbii ki, bələdiyyə bölgüsü buradakı yaşayan insanlar arasında istifadələr savadlı, peşəkar insanlar onlar bələdiyyə işləndə cəlbi və imkanları daha genişlənir. Yəni, bu baxımdan peşəkar idarəetməli müəyyən qədər çevik xidmət, dediyim kimi, sakinlərin müalicələrinə, yerli problemlərinə, yol işıqlandırmalı, təmizlik, daha sürətli reaksiya vermək, güclü tərəfdaşlıq bələdiyyələrin dövlət proqramlarında regional layihələrə və aktiv tərəfdaşlığını etməsi. Yəni, elə proqramlar var ki, bizim bələdiyyələrin çoxunu bu hələ ki görünür. Xarici bələdiyyələrin işgələn qurumları var və hökumət müəyyən qədər qrantların alınmasında müəyyən bir baza yaradır. Amma bilirik ki, bələdiyyələr o beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları var və proqramlarla işləməyi, gedən prosesləri daha yaxşı izləyə bilir. Yəni, bunların əməyindən istifadə edilib bələdiyyədən müəyyən beynəlxalq çıxışlar əldə edilmə imkanları var və çox rahatlıqla Gəncə tərəfdə bu işləri görür bələdiyyələr. Baxdı ki, onlar bir neçə layihə həyata keçirirlər. Ancaq 200-300 minlik xarici layihələrdən mən bildiyimlərə maliyyə alıb, öz probleminə qoşulurlar bələdiyyə proqramlara
və işləyirlər. Yəni kifayət qədər olan əlaqəmiz var. Kifayət qədər bu sahədə belə deyək, təcrübələr var. Ehtiyac yaranarsa biz də bu məsələdə dəstək ola bilərik, istiqamətləndirə bilərik, hansı qurumlarını işləyə bilərik. Yəni bu işlərə biz belediyələrə kömək edə bilərik. Hansı bizə müraciət olmazsa ki, yenə istiqamət vermək, hansı qurumlarla işləmək olar və o Gəncədə dedim ki, əməkdaşlıq imkanlarını yaratmaq mümkündür. Yəni bu məsələlərdə yenə dediyim kimi belediyələr əsas işini yerli problemlərin, sosial-iqtisadi problemlərin həllinə yönəldən bir qurumdur. Bu məsələ çox şəffaflıq nədir? Yəni belediyələrdə şəffaflıq nədir? Qərarların açıq olması. Belediyələr bilirsiniz ki, fəaliyyətində qərarların mütəmadi olaraq vətəndaşlara hesabatı verilməlidir. Gəlirin, çıxarın, hansı il ərzində nəqlə gəlir, hansı istiqamətə xərcləyir. Yəni bu barədə mütəmadi olaraq vətəndaşlara hesabat verməyə bir borcu var. Yəni bu həm də vətəndaşlar arasında etimadı yaradır. Yəni bilir ki, vətəndaşdakı bələdiyyə, onun bələdiyyə verdiyi vergi hansı istiqamətə xərclənib, etimad mühitini gücləndirir. Maliyyənin təbii ki, bu məsələdə maliyyənin gizlədilməməsi də əsas faktor olur və korrupsiya anlayışı sıfıra edir bu məsələdə. Mütəmadi məlumat verildi gəlirlərin çıxarma barədə. Bunun da məlumatların verilməsi də bilirsiniz ki, indiki dövrdə müxtəlif variantlarla mümkündür. Saytları ola bilir, sosial şəbəkələr vasitəsilə səhifələrdə idarə olunur və gördüyü işlər barədə məlumatlar verir. Yəni bu şəffaflığın əsas təməl prinsiplərindən biri budur ki, yəni vətəndaşlarla bu məsələdə daha açıq olmalıdır. Vətəndaşlar da proseslər necə iştirak edir. Bələdiyyə müraciət etmək təbii ki, hər bir vətəndaş bələdiyyə istədiyi sosial-iqtisadi problemlərlə bağlı müraciət edə bilər. Bələdiyyələr hansı iclaslarında yaxından iştirak edə bilər, yəni sərbəst iclasda iştirak edə bilər. Bu da həm də gedən proseslərdə məntiqin bələdiyyə qərarların qəbulunun məntiqini anlamaq imkanı verir vətəndaşa, həm də belə şəffaflığın mənbəyində hansı proseslərə getdiyi, hara nə xərcləndiyindən bağlı, hansı işlər görüldüyündən bağlı maraqlanan sualları verə bilər. İclaslarda dediyim kimi açıq rahat iştirak edə bilər. Təkliflər vermək istəyən forması, fərdilərlə təkliflər verə bilərlər, bir icma formasına təkliflər verə və gördükləri ərazidərdəki problemlər, bələdiyyənin fəaliyyətinin qüsurlar barədə öz təkliflərini verə bilərlər. Həmçinin şikayət etmək baxımından da həmin məsələlər var. Yəni həmin qaydada, yəni onları maraqlandıran, narahat edən məsələlər barədə bələdiyyələrlə şikayət edə bilərlər. Dedim ki, bu fərdi vəziyyətdə də ola bilir, toplum halında da ola bilir. Yəni bu məsələ bu əməkdaşlığın özü kifayət qədər bələdiyyələrə ictimaiyyətin sırf bir fəaliyyətini əks etdirən bir amildir. Yəni dediyim kimi, məsələlər bu qədər təqdimat əsasında. Təqdimatı da təbii ki, bizi əsas düşündürür, indi buradakı Qusar rayonu arasında Siyəzən rayonundan başlamışıq tədbirlərimizi həyata keçirməyə və hər bir rayonda bələdiyyələr üzvlərinin birinci növbədə gördüyü işlər bizi maraqlandırır və bu birləşmədən sonra əsas məsələlər ki, hansı çətinliklər yaranır, hansı yaxşı tərəfləri var, belə deyək, təklifimiz nədir, yəni ki, içində olan insanlar bilir ki, bələdiyyələrin kifayət qədər bizə məsələn Siyəzəndə Şaban Xəsətmur bir neçə məsələ oldu ki, üstə düşən problemlər oldu. Katastrofla işləməyə baxımdan və əmlakla bağlı məsələlər misal çəkdilər. Vergi toplanması, güclü olsa o vergi toplanmasına müəyyən fərqli qaydada, amma öz ərazilərin verdikləri, icarə vergilərlə bağlı ciddi bir problem olmadığını dedilər. Bu məsələlərlə bağlı o bu rayonlarda bizə belə deyək. Təkliflər də oldu, müəyyən təkliflər oldu, yaxşı təkliflər oldu. Biz onları qeyd elədik. Çox ki, tədbirlər 2-3 ondan sonra yekun hesabat hazırlığında videolar hamısı ayrıqlı dövlət qurumlarına göndəriləcək. Çox ki, gələcək tədbirlərdə də bu məsələrlə bağlı necə deyim, qanunvericilikdə hansısa bir belə istisna nöqtəsi olacaq. Təkliflərdən biri bu olur ki, hər bələdiyyə deyir ki, bizim ərazimizdə texnikadan sığorta haqları olur da illik. Onun müəyyən bir qismi bələdiyyə istifadə keçirsin, çünki mənim yolumdan istifadə edir, mənim ərazimdən istifadə edir. Yəni, harca baxar ədalətli bir qərardır və təklifdir daha doğrusu. Bununla bağlı təklif olursa, vahid, bilirsiniz, torpaq aldı satılanda kifayət qədər bir borclar yaranır.
o borcun alınmasına bələdiyyə kifayət qədər əlində inzibati resurslar yoxdur yəni baxımdan. Onunla bir məsələ kimi qoyuldu ki, necə ki, ev alqısında birinci növbə kommunallardan bir ərizə istəyirlər, ondan sonra bu məsələ həll olundu. Belə bir sistem yaratmaq ki, borc olması barədə bələdiyyədən bir arayış alsınlar, qısas formada. Həm də bilirik ki, bələdiyyələr də son zamanlar vahid elektron pəncərələr sisteminə keçirlər bələdiyyə. Burada çox sadəliklə bir bənd alınır. Bilmirəm, o sistemini burada girib istifadə edən bələdiyyə üzvləri deyə bilərlər ki, ora əlavə olunub, yoxsa bələdiyyə hələ ki əlavə olunub. Yəni, hələ bir bənd artırılmalı ki, bundan sonra torpaqları alıq-satqı olanda bələdiyyənin icazəsi olmalıdır, yəni hansı bir forma. Yəni, bu da müəyyən qədər bələdiyyənin qapısını vətəndaş məcbur olsa döyəcək, yəni işinə daha məsuliyyətli yaşanmışdır. Özlər bilirsiniz, bələdiyyə üzvləri bilir, vətəndaşlar illik vergi elə də çox böyük deyil. Yəni, hər şeyin indiki dövrünə baxanda, rahat edə bələdiyyədə sadəcə bir balaca məsuliyyət lazımdır ki, az da olsa, çox da olsa, yəni illik üzərində şu an vətəndaş deyilməlidir ki, bələdiyyə deməyə sözü olsun. Mən, bizim insanlarda bir şey var, yəni verilməmsə, soruşursansa söhbəti var. O baxımdan düşünürəm ki, vətəndaş verəndən sonra daha rahat deyir ki, mən vergimi vermişim, filan problemlər olanda rahatça deyir ki, o gör bələdiyyə. Sırf öz problemi maraqlandır. O maraqlanır ki, bələdiyyənin buna gücü çatmır. O deyir, mən vergimi vermişim. Ondan sonra bələdiyyənin üzərində düşür ki, izah eləsin ki, tutaq ki, bu layihə gələn də qaldı, ya 3 aydan sonra olunacaq. Bu məsələlər qarşılıqlı əməkdaşlıq məmurluğudur. Xahiş edirəm, burada iştirak edəcək, söyləyəcək şəxslər özlərinin üzünü təqdim eləsin, çünki çəkilişlə əlaqədar bələdiyyə bizə lazımdır bu. Bələdiyyə, bu məsələlərlə bağlı yəni, hansı bələdiyyə nə iş görürsə, xahiş edirəm, kim başlamaq istəyir birinci məsələlə bağlı. Bələdiyyələrdən sözüm var. Siz hansı təşkilatsınız? İctimai işləsin dəstəkləməsi qeyri-hökumət təşkilatı. Deməli, bizim ərazi Balaqsar. Bəli, zəhmət olmasa şarxı eski şəkil çəksinlər. Balaqsar bələdiyyəsi nümayəndəsi deyilmi? Deməli, bizim ərazi 8 kənddən ibarətdir. 6 kitabxana fəaliyyət göstərir. Bu cümlədən əvvəlki bələdiyyənin ərazisində 4 kitabxana bu bizim bələdiyyə tərəfindən tikilib və onlara təhvil verilir. Mən neyi təklif edərdim? Düzdür, biz onu tikib vermişik. Amma onu təmin etməyə bugün bələdiyyənin imkanları yoxdur. Ona görə siz tərəfdən bu həmin kitabxanaları müasir qaydada təmin edib və onun istilik sistemi təşkil etmək mümkündür. Onun başqa sahələrdə, məsəl üçün, yeni yaranmış məhəllələrdə suyun qarşı çəkilişi var. Bu sahələrdə biz bu finans var. Təbii. Əhalı yaşayan yerdə həmişə problem edir. Əgər orada bu problemi həll etmək üçün rəhbərlər var. Siz bizdə o Cavaşdırmada ictimai teşkilat ünvanlar mı bizə? Yəni, qeyri-hökumət təşkilatları çalışdırmaq, mədəniyyət Mən onu dedim, yəni, o məsələ toxundum. köklü vasitə. Bəli, o məsələ. Onu bizə Cavaşdırmada biz bunların əlaqə yaradaq. Var, ehtiyac var, çox məsələləri var. Çünki biz sən də cavabında məsələlər var. Qış gələnlər. Həmin kitabxanalarda işləyən insanlar çətinlik çəkirlər. Bir yandırır, neyin yürütürlər. Mən bu ərazidə işləyən vaxtı nümayəndə işləmişəm burada. Çox yerlərə, idarələrə baş çəkdik ki, bu qaz peşələrimiz var. 5 gündür alacaq. Deyirəm, bizim bura çəkilmiş, komis. Bir otaq, bir otaqda komis sistemi qoyulmaq. Yəni, bir dənə icazə verilsin ki, bu var içində bir qaz peşi qoysunlarla. Bu qaz idarəsi tərəfindən icazə alınsın. Belə problemlər var, başqa problem yox. Belə məsələlər var. Bunun da yeniden araşdırılması, sizin peşəkar kadrları o baxımdan gəncləri dəvət etmək lazımdır. İşçi heyətini tərkibə salmaq lazımdır. Onlar bu araşdırıb, axtarıb, tapıb ortaya çıxartmalıda daha bizdən güclüdürlər. Yəni, bunun indiki gənclər şükürlər o məsələdə, yəni bilirsiniz, kompüter dövrüdür, yəni informasiyaların hamısı bu sosial şəbəkələr deyim, elektron şəbəkələr deyim, yəni bu sahədədir. Yəni onun araşdırılması, tapılması, mən özüm məsəl üçün bəzi məsələlərdə çətinlik çəkirəm.
qardaşoğlu var, tələbədir, onun şeyinə istifadə edən ki, bax gör bunun hardan necə tapa bilərəm. Yəni bu məsələləri belediyələr bir yabancı peşəkarlığı artırmaq üçün mütləq belediyə. Mən dediyim məsələləri çox rahatlıqla sizin o əməkdaş araşdırıb tapar və yenə deyim, bizim üzərimizə düşən, mən bildiklərimlə sizi əlaqə yarada bilərəm. Deyərəm ki, bir nömrə, mənim nömrəmi qeyd edə bilərsiniz, onu belə deyək. Həmin o adamlarla siz əlaqanızı yaradaraq və ondan sonra özünüz belə deyək. Hansı sənədlər tələb olunur, hansı layihələr verilə bilər. Yəni, təşkilatlarına. Bəli, o beynəlxalq hökumət təşkilatları. Siz bələdiyyəsiz, yəni mədəniyyət müəssisələrlə müqavilə bağlaya bilərik. Onlar bələdiyyələrdən işdir, mən bildiyimi deyirəm. Mədəniyyətlə deyə bilmərəm. Mən sırf hər bir layihə həyata keçirdən birinci öz görəcəyi işləri, geri məlumat verəcəyi informasiyalar toplayır. O baxımda bələdiyyələrin bölümü xarici donorlarına işləmə imkanı var. Qeyd edilən fakt ki, xarici donorla işləmə imkanları sıfırlanır. Yəni, bəzi layihələr var ki, ona cavab verir. Bu ədliyə hüquq problemi. Amma bələdiyyələrlə bağlı, bələdiyyələrin belə deyək, birbaşa öz layihələri olduqda əməkdar eləmə imkanları var. Yəni, onu da yenə də hüquqşünaslığınız olmalıdır, onlar biləcək ki, hansı istiqamətdə necə layihələr həyata keçirilir. Yəni, çünki yenə deyirəm, beynəlxalq təşkilatların seçki yoluna, təşkil olunan qurumla əməkdaşlığa ciddi önəm verirlər. Yəni ki, onlar üçün bu ən böyük belə demokratik infrastruktur kimi görsənir onlar üçün və təbii ki, biz də bu şeydən istifadə edə bilərsiniz, bu kanallardan istifadə edə bilərsiniz. Yerli kanallar üstüsə təbii ki, ərazidəki yaşayan insanlar ərazidir. Yəni, verginin o vermə sistemi dediyim kimi, torpağın algı saxısında hələ ki, bələdiyyələrin inzibati heç bir təhsil edilmə imkanları yoxdur. Uzaqbaşı məhkəməyə verə bilərlər hansı bir formada. O da uzun dərə bir məsələlərə çevrilir. Amma ən qısa rahat yolu, biz gəlib burada vətəndaşlar da həm bələdiyyə üzvləri, həm də vətəndaşlar da birbaşa vətəndaş var. Bir-birinə deməlidir ki, hələ ciddi bir məbləğ da deyil mən bildiyim beləri. İllik bu qədər pul köçürülməlidir. 5 manatlı, 10 manatlı bilmirəm. Yəni, nəyə görə hesablanır? Yəni, bu məsələlərdə vətəndaş da biraz aktiv olmalıdır. Təbii ki, elə fikirləşməsin vətəndaş ki, biz onu da deyirik ki, bu il verməlidir. O sistemdə durur yəni, o borcu geçsiz alacaqlar sizdən. Bir var yığılıb, tutaq ki, 1000 manat alacaqlar, bir ildən 10 manat, 20 manat verilməklə məsələ həll edə bilir. Yəni ki, düşünməyin ki, o borc bələdiyyədə haçansa silinəcək. O yığılır qalır və haçansa bir gün, dediyim kimi, bir cərimə tətbiq olunacaq hansı bir formada, onda qalacaqsınız belədir həll edir. Amma biz bu vaxtda deyirik sizə ki, bunun məsələni həll edilməsi həm vətəndaşın üzərində məsuliyyət var məsələdə, həm də bələdiyyələrin üzərində məsuliyyət var. Bələdiyyə deyəcək ki, mən maliyyəni alım ki, iş görüm, yəni totalitet təbii ki, buna çatmır. Amma bir yandan da vətəndaşlar nəsə öz problemləri var, hər regionun özünə görə problemləri var. Birinin yeri qış sərt keçirir, müəyyən çatışmamazlıqlar olur, yəni bələdiyyənin hüquqi cəhətdən bunları bələdiyyə görməlidir. Amma bu vaxt ki, bələdiyyə yenə dedim, nə ilə görür? Maliyyədə çatışır. Yəni, bu məsələlər hamısı bir-birinə zəncirləri bağlıdır. Xahiş edən başqa bir bələdiyyələrdən hansısa bir təkliflər ən çox məni maraqlandırır. Yenə deyirəm, rayon ərazisində işin içində olan insanlar problemi daha yaxşıdır. Həm problemi desinlər, həm də təkliflərini desinlər. Çünki bizim burada əsas məqsədimizdən biri təklifləri yığıb, ailəti dövlət qurumuna çatdırmaq istəyirik ki, gələcək qanunvericiliyi bu məsələlər nəzərə alsın. Yəni, hökumət bizi belə də boş yerə bu istidə, bu bizləri belə göndərir, yəni, maliyyə onun şahirdə bu şey. Yəni, bu məsələlər hamısı dövlətin maraqında olan bir layihələrdir. Yenə də bizim işimiz sırf maarifləndirmədir, insanlara çatdırmaqdır, dövlətin gördüyü işləri və dövlətin marağındadır, regionda bu birləşmədən sonra gələn prosesləri bizim öz alternativ kanallarından biri olan bizlərlə almaq istəyir. Yəni, məsələ bundan ibarətdir, bizim tərbiyyə edəcək. Yaxşı, üzr istəyirəm mən. Mən vətəndaş 1 hektar sahələr nə qədər böyük sahələr var? Beydut Ulnofil. Özünü tərcəm edək bu. Beydut Ulnofil. Anekdən satdım. Satdım öz yerimi başqa bir şəxsə. Neçə idiksə də vergini verməmişəm. Verməmişəm vergini də. Bəldənin bir xəbəri yoxdur, bəldə baş qarışıb da nəsə belədir. Ya da sonra vergi yığan vaxtı bələdiyyə problem olur ki, yerin sahibi tapılmır. Kimdən almışsınız? Bəli. Olmazmı ki, bu notariat vaxtı alqı-satqı vaxtı gedib bir bələdiyyədən arayış alsın. Bu ən böyük problemdir bütün bələdiyyələrin qarşısında, mən bilirəm. Yerin sahibi tapılmır.
Məndən ona, ondan ona satılıb, yoxdur sahibi. O məsələ vasitə toxunur biraz bələdiyyədə. Çünki bu böyük bir məsələ, vergi də o Bütün torpağı. bələdiyyələrdə eyni problem, istəyən problem var. Onun üçün ki, vahid pəncərə yaradılır. Bələdiyyə üzrə təsdiq edər ki, buna bağlı. Bilməm, qoşulmuşuz, qoşulmamışız. Vahid pəncərə var bələdiyyə bağlı. Hələ işə düşməyəni bilmirəm, yalan deyək. Orada biz təklif eləmişik və ki, bir bənd ayrılsın, necə deyim, bələdiyyələrdən arayış alınsın. Alqı-satqımı, birinci belə alqı-satqımı əvvəl, necə ki, Qubsalı evi alqı-satqı birinci nə istəyirlər, qanunlar xərcləri olub, borcu olub, bir arayış istəyirlər. Və bu da pullu olacaq çox günah ki, bələdiyyədən müəyyən rüsum ödənilir, o arayış almalı ki, bunun ərazisində bələdiyyədə dövlətə torpaqla bağlı borcu yoxdur. Bu yerəcə burada bu məsələlərdə çox qarşılıqlar var, yəni bir torpaq 3-4 nəfər əldən ələ keçir və bunun o pulu kimdən alınacaq bələdiyədə bir qarşı bir sistem yaranıb. Bu təklif verilib, amma yenə sistemdə bilmirəm, o məsələ əlavə olunub. Təbii ki, biz bu təklif olaraq bir də bunu işıqlandıracaq ki, hansı torpağının, bundan sonra təbii ki də, hansı torpağının alqı-satqısında birinci növbədə bələdiyyədən bir arayış alınsın ki, bu torpağın borcu yoxdur. Yəni, bu məsələ belə ciddi bir məsələdir. Bütün rayonlarda siz dediyim məsələ siyazəndən üzvgənə gəlmişəm, hamısında birinci məsələ qaldırılıb ki, torpağın belə. Həm də onlarda ən çox bir məsələ də var idi, qiymətləndirmə barədə, torpağın qiymətləndirməsi barədə nədir, dövlət qiymətləndirmə nədir, bu torpağın qiymətləndirməsi, torpaq çəkməli nədirsə, onların ekspertin verdiyi qiymətlə, bu yerli qiymət arasında ciddi fərq olduğuna görə torpağı necə deyim, səmərəli istifadə edə bilmək, ya sata bilmək, bununla bağlı o bu rayonlarda, yəni siyazənlər, həmin məlumatı işitdim, şartlarından, qaçmaqdan ki, onlarda da həmin problem var. Torpağı təbii ki, hər kəs istəyir ki, bir ara bilirsiniz, bələdiyyə, bizdə səhvlərdə 9 ildən yaranır bələdiyyə. Ondan belə gəldikcə müəyyən qədər dəyişiklikləri hər kəs bələdiyyə hiss edir və kifayət qədər problemlər ola, o problemlərə görə qanunla gedir. Təbii ki, bir ara bələdiyyə təzə yerlərində bələdiyyələr ancaq torpaq alqı-satqısı kimi məşğul olan bir qurum kimi görürdülər. Yəni, vaxt gəli idi də, yəni bunun gizləmənin də yeri yoxdur. Sadəcə bələdiyyə o imici yavaş-yavaş hökumət dağıtmaq istəyir. Yəni, bələdiyyələri o sistemə, vahid pəncərə sistemləri onuna görə keçir ki, bələdiyyələr hansı bir rüsum olacaqsa birbaşa özü almayacaq. Sistem vasitəsilə alacaq, bank vasitəsilə alacaq. Yəni, bu məsələni edə bilməyin ki, yatır üstə təqdim edəcəklər, yox. Siz sadəcə belə deyək, sistemdə görəcəksiniz ki, bu adam borcunu ödəyib, ona arayışını verəcəksiniz. Yəni, bunu fikirləşməyin ki, bu həm də şəffaflığın əsas tələblərindən biridir, korrupsiyanın qarşılanması İslamda əsas tələblərdən biridir. Təbii ki, o rüsumun müəyyən bir hissəsi bələdiyyə köçürəcək, bəlkə də hamısı köçürəcək. Onun üçün belə deyək, dövlət özü qanunvericini tənzimləyəcək. Bu məsələ, yəni, mən onun üçün hələ bilmirəm, bir sistemlər qoşulurlar. Bu məsələ həllini tapıb sistemdə yox, onu bilmirəm. Yəni, onu tam deyə bilmirəm. Amma biz tərəfdən fakt ki, bu məsələ ilə bağlı təkliflər verilib əvvəlcədən. Bu məsələ bir daha gündəmə gətiriləcək və bizim bu tədbirlər yekunlaşandan sonra da adəti dövlət qurumlarına buradakı təklifləri ardıcıllıqla təqdim edəcək. Yəni, dediyim kimi, hər rayonun öz spesifik xüsusiyyətləri var və ona uyğun. Və o dediyiniz məsələ və kifayət qədər ciddi bir məsələdir, vergilərin yığılması. O məsələ çox güman ki, hökumət müəyyən qədər düşünür ki, nəzərə alacaqlar, yəni, gələn bu istiqamətdə ola bilər, yəni. Bu, belə deyək, sizdə əsasən bu vergindən başqa, hansı formada bələdiyyədə təklifləriniz ola bilər ki, işin içindəsizdə hansı yönlü açılsa sizin için daha yaxşı olar iş görmə baxımında. Vətəndaşlar kimi iştirak edirsiniz. Nə problemləriniz var, onu da deyə bilərsiniz ki, onu da qaldıram. Ben birisi salamlayıram. Hoş gelmişsiniz. Çok sağ olun. Siz burada Kur'an yoldaşlarında hem Pezerlendiklerde işleyen belediye sergileri halinde üzüler var. Hanımlar tanıyorlar böyle bu işin sahibi diye ona göre belediye hakkında neyse yani o sahibi bu yalnız o sahilde işleyen yoldaşlar malumat verirler. Ben şehir belediyesini mamuliyem, uzun müddet işleyirəm, orada yetmişim. Deməli, burada bazı kısa şekilde bazı işlere tapıldı. Yoldaşlar sual verdi. Ben uzun müddet orada işlediğime göre müəyyən problem biz devlet tarafından maliyeştirir, o maliyeyi alınır. Biz
yani özümüzü idare eden bir durumda hamısı biliyor. Yani bize kim neyse getir ya vergi yığmalıyız ya da torfaları satmalıyız. Onda bize hesabımıza tutarız. Onda biz neyse maaş alırız ya da neyse bir iş görürüz. Demek olmaz ki biz iş görmürüz. Yani şehir belediyesinden bir Eylül belediyeden 10 belediye birleşti, 5 kendi oldu. Yani bu yurttaşlar arası 5-6 kendi rəhbərlik edir. Evvəllər sadece 12 kəndlikdə müəyyən çəkinliklər, müəyyən problemlər var. Şəhər belediyesindən mən qısa demək istəyirəm. Çünki hamı sahibi, hamısı bilir. Çünki hamısının dərdi işi bilir. Birinci ələ vergidən başlayaq. Düzdür, biz vergi yığırıq. Bunlar kimlərlə razılaşmasa, onlar mənə sual verərlər. Yəni, düzgün verirsiniz, ya bu qədər. Vergilər çox problem, çox çətin. Şəxsən bu sayda uzun müddət, çox vaxt mən özüm bilirəm, sosial ikinci sahaya baxdığımda. Qabağımıza restorana gidirik, yol boyu restoranlarda, özünüz bilirsiniz, bu sahə ən gözəl bir yerdir. Yəni, qırandan dəxli yoxdur, hardan gəlir. Gedirsən, məsələn, bu günlərdə də bilir ki, adı tutmağın buyurma, məsələn, orada çəkəcək deyəcəksən, heç çəkmir. Sözümü deyir. Deməli, gedirsən, qabağına gəlir, saat nədir bu şeydir? Nədir o? Nədir o? O gəlməli, o çıxmır iş. Biz elə o, nə biz bilmiyorum. Müdür hardadır, yoxdur, nə bilmər yoxdur. Dəfələrlə getmişik, məktub vermişik, mən də qısa verirəm. Bu, onlar sayılır. Çünki belediyenin səlahiyyəti yoxdur. İşıq idarəsi gedib, işıq kəsir. Düzdür? Qaz idarəsi gedib, qazı kəsir. Belediyenin nə səlahiyyəti var, indi burada araşdıraq, mən istəmirəm, deyim, ancaq faktdır, uzun müddət işləmişəm. Bunların günüdür. Bir nəfər durub desin ki, belediyede nə səlahiyyət var? 30 köpük durur vergi, 30 köpük ne iş düzelmir? 40 köpük, 30 köpük, belediye bir su torpağının kıymeti. Köpüklerdir gene. Bu pulla dolanmak var. Uzun müddetli senedlerin hamısının derdi birdir. Hamısının bundan danışılır diyor. Çünkü işimiz birdir. Onlar da sözünü diyor. Uzun müddetli senedlerimiz gelir bu. Vatandaşların senedi de gelir. Hamısı kanun kaydesine. Gelmeden mahkeme. 10 defa kıymet çoğaldı. 400 idi, 4.000 değil. 3.500 var. Hardan gelmez vatandaş? Bu bir ikisi. Senet de gelmiyor mesela ondan. Senet bir şey gelmiyor. Senetler içinde hamsında siz derlerden için aylar, iller dizine emlakta yatırıyor. Ay sağ olun. Vatandaşlar çok narazıydı. Bizi 400 nefere senet verdik bu saatte. Müəyyən problemler oldu, her yerde var problem. Bu vatandaşın günahları, bunun senedi var, 4 yıldır senet yani çıkarışla gelir. Bu torpağını alabilir. Bunlar problem değil. Yaxşı belediyenin səlahiyyəti olsa da eləmək olardı. Yani kim bir günahkardır, narşiyet olur, işte her şey, herisi özüne cevap etti. Buna göre böyle şeyler var, böyle çetinlikler var. Vergi yılanda da, vergi 10 defa onun kapısına gidip vermiyor. Yani 30 köpük mahkeme bakıyor işte. Mahkemeye marallıdır, onun 5-10 manatı. Giderik hayata, aşırı ucuz. Var ya bilmem değil mi? 100%. Yani böyle çetinlikler, bizde bir esas bizim elimizde bir kanundur ki biz onu böyle ya neyse yakta bir şey yoktur. Vergi neden ne vergi? Siz neymişsiniz belediye? Çok olsa da öyle bir ifade edelim. Çok şey dedik biz de. Allah'ın kulu para bölürük, yeğdirik, yolları remontlayıp, şehitlere mesela ne lazımsa bütün onlar için yardım gösterir. Böyle şeyler çok var. Bu seneler var. Onlar gelirken belediyeler, teze adamlar 5-6 kendi rehberlik elinde bir köpük yoktur. Da düz danışlarda. Neyse bunlar cavan kadırlandığını alırlar. Çünkü belediyenin salahiyetleri ben razı değilim bir vatandaş gibi, bir işçi gibi, bir abi insan gibi biz ona müddetmezse bunlar cavanlar. Yani bugün bunlara salahiyet veriyor. Başka ülkelerde de kimese tabi edeyim, cemaata, halka tabi. Bunlar bizden tanabilirsiniz, neyilirsiniz. Biz de niye bilmiyorlar, bunlar vergiye maliyet edildi. O diyor ki ben 4 yıl bundan kabak satmışım. O diyen sözün canını bilmem. Ya şimdi bu böyle büyük bir şey, gidip bir tane arayış al belediyeden. Bir tane arayış git al belediyeden, sen borçlusan vergi borçlu değiliz. Bu sefer bize İran'ın bu ölüm hakkında getirelim, başka toplantı, hamısı biz bakırız, kompütere, borcun olan hele götürüp vergileri, başka bir yolda. Bu böyle şey, nedir, tarz,
bir dənə bu vətəndaşa bu ev alır, deyən araç gətirir, bələdiyədən sən vergi borcun var, yoxsa sən kimə satmısan, 5 ildən, 7 ildən bilir ki, bu 7 ildir satılıb, kimə satıbsa da yoxdur, o kimə satıb. Yəni, bax, bu xırda bir şeydir, elə verir, çünki Notarius bilirsiniz. dövlətdə xarbi adamların qanuna tanıcı müəyyən şeylər vardır. Onlar lazım boşluqları doldurmaq və iş görmək. Hələ belə yalanlar qalır. Bəzən durub təklif verir, hələ elə olmaz. İş görürsənsə, əsas tənqid və özünü tənqid üstündə qoymaq, həm təklifləri verir. Kimin dərdi var, sözü var, desin durur. Mən Rüstəm söz bu bir xatırlatma edim, yenə misal çəkdim onda, yəni bu əhram mövzu təmiz saxlanmasıyla bağlı burada iştirak edən əksəriyyəti bilən ki, o tədbirlərdə iştirak edirlər. Qeyd edən həyata keçirdiyi ekoloji tədbirlərdə iştirak edirlər. Yəni onun bu gün belə bir iki yıl bundan qalan nəticəsi oldu ki, hökumət belə deyək, bu informasiyanı verdi. Birdən-birə kiməsə nəsə o cəriməni tətbiq edəcəkdi. Verirdən cinayət törədir. Dövüşlərdə yəni müəyyən qanunu Hətta qoyma qardaş görmə deyəcək. Buyur işləm. Yəni örüşlərdə qeyri-qanuni yoxdur, örüşlər icarəyə verilən qeyri-qanuni bir şey yox. Yox, örüşlər məncə verilməməlidir. Verilmə qanuni Yox, yaşayış məntəqəsində 2 kilometr yaxınlıqda cinayət işləməsilə yetiriş mən İmam Qulkar Mərzisi təmsil edirəm. Mən il yarımdır biz 7 kədərlər. Bir sotda torpaq satmamışıq. Nəcara da verməmişik. Belə bir məsələ var bizdə. Mən indiyə kimi Qədəziyəfurdan Şivanov bəy kimi bir yüzgör ştatımız var. Ştat deyim. Biz hələ mən ərazimi tanımıyorum. Şey sözüm. Mənim məxsus torpaqlarım bələdiyyə məxsus ərazimdən tanımıyorum. Xatasın şeydə çıxarışlarında elektron xəritələr. Niyə bu elektron xəritələri bu bələdiyyələr verilmir? Məqsədi nədir? Ən ciddi problem odur. Mən təzə gələndə bir kəndləri gəzirəm. Önə elektron xəritəyə baxıram, görürəm ki, bölgə ərazisi kimsə ferma tikir. Mən də sevindim də, ərazidə şübhansı ferma tikir, cəriməsi var. Deyirəm, vətəndaşın əmrə çalışırlar. Onda mən burada bələdiyyə sədriyə, mən öz ərazimi hələ də tanımıyorum. Elektron xəritə olur da yanlardı o məsələləri qaldırdılar. Bu 5 ilimiz doktoru hələ xəritə yox. Ən ciddi problem odur. Niyə mən öz ərazimi tanımaq üçün daşınmaza getməliyəm? Bu bir. İkincisi də, tutalım mən gedirəm Hüdaykəndə. Gündüzlarda problem var, əhəng işi görməliyim, düzdürmü? Fərdat etmalıyım. Orada işləyənlər var da fərdadan tutulmam. İndi mən bunu işlətmək üçün vergidən arayış verməliyəm ki, buna köçürməklə pul verir. Mən məcburum ki, ayın axırında çıxır cibimdə fərdə 2000 manat. Sonra o pulu da mən çıxarda bilmirəm. Ya borcum qalır, ya ona borc. Niyə bu bələdiyyələrə aylıq limit nağd şəkildə? Məsələn, şəhər böyükdür, ərazi böyükdür, bu da bir 5000, kəndlər 1000, 1500 nağd şəkildə limit niyə verilmir? Özünü idarə edirsən, dövlət səni idarə edir. Göçürmə nə deməliydi bunu? Mən bu yetim fəhlər üçün düvəyə Nə açmalı. icazə yox, hardan cibimdə? Bunu eləsinlər ki, heç olmasa bir kart sistemi Hər şey yoxdur. aylıq 1500, 2000 Dediğim məsələlər yenə o qabaqki dövrlərdə zarur korrupsiyanın qarşısını alması üçün belə də o dediyim ərizə məsələsi var. O əgər torpağın satılmasına bağlı bir arayışı, onun pulu da sizə verilməyəcək. O hökumətin veriləcək, sadəcə sistemdə görəcəksiniz ki, bu adam vergisini ödəyir. Yəni bu korrupsiyanın qarşısını almaq üçün hökumətin belə deyək, paralel planlarıdır yəni. Heç vətəndaşa istəmiş ki, mən bu layihə həyata keçirəm, bu layihə var ha. Bu üstünü çaydan tutmuş, istədiyən tutmuş, hamısı böyünəlli deyirəm. Bu çaylar var ha, hamısı sən bu nə gətirilir, o şey, nə qoyulursa, bunun hər balaca uçukasına qədər mən böyünəli deyirəm. Böyünlü adamdan obyektdən alır. Bu fəhlər üçün böyün yoxdur. Bu işini mən görməliyəm. Siz onun belə metodunu tanımalısınız. Onun metod bələdiyyədən alış-veriş edə bilmir. Bələdiyyə torpağınız. Burada bir məsələ toxunursunuz. Bələdiyyə torpaq satırlar, bilər, icariyə verə bilər. Bu qeyri-adi bir şey yoxdur. Yəni, qanunlar çərçivəsində nə iş görülürsə, bu olası bir şey. Sata bilər, sata bilir. Yox,
O məsələn üstünün leykiman torpaq satmamışam, falan şey eləmişəm, o biraz oğlunun şey. Burada bələdiyyə hansı işi görə bilərsin, qanun sözü görməlidir. Buna biz qarışmırıq. Aynen, böyle bir şey var. Ben BDZ burada geçse 6.000 manata ne açıklıkta hazır senedli 12 Torpaq var. var. BDZ burada gelip kıymetinde 900 manat. Her senedleştirme, notarius, çarşı üstünde. Son ne diyor? 3 kere 12 bin. O baxımdan deyirəm, yəni bu məsələləri bir halda biz qaldıracağıq. Amma yenə də son qərarı verən hökumət dövlət. Bizə bu üstündə nə varsa sizə aid. Yəni götürüb apara da bilərsiniz, onu bir şey deyil, yəni. Bunlar sizə aid. Sağ olun Əlif, çox sağ olun. Bizə də hər iki proqram. Sağ olun.